Tamam, suallar verirsiniz WhatsAppda ki, öz xalqına qarşı pis istəyən, ümumiyyətlə yaxşı şey deyil. Amma, yəni söhbət xalqdan gedir. Həzrəti Nuh əleyhissalam qövmünə qarşı dua elədi, qəmər oluncaya. Dünya su bastı. Həzrət Lut əleyhissalam dedi, göydən olov yağdı. O biri peyğəmbərlər də onun kimi var idi, yəni bütün qövm məhv oldu. Bunlar olurdu yəni. Cümə xütbələrində deyəndə ki, Azərbaycan xalqını qoru, məsələn, dualar. Söhbət azğın hissəsindən getmir. Söhbət normal hissəsindən gedir. Azərbaycan ordusunu qoru, bəli, bütün xalqı qoruyur. Azğını da, yaxşını da. Azərbaycanın yaxşılığını istəməyən. Söhbət yaxşı tərəfindən gedir. Yəni, get hər avarasından keç. Kim istəyən deyək ki, əcəb edib, bu min qat olsun. Yox, əlbəttə.